Döymə xəmirlə hazırlanan şəkər buraları daha çox bəyənirəm. Çünki nə qədər qalsa belə boyatlamır. Şəkər buraların ideal və səliqəli alınması üçün yağın və xamanın yağlılıq dərəcəsini yüksək götürürük. Un olaraq xəzayuşka unundan istifadə etmişəm. Bu unla şəkər buralar həm ağ, həm də yüngül olur. Çay qaşığının ucunda maya götürürəm. Gec mayalanan mayadan istifadə edirəm. Xəmir nə qədər bərk yoğurularsa şəkər buraların axışını bir o qədər gözəl saxlayar. Bu reseptlə 31 ədəd şəkər bura alınır. Xəmiri bərk yoğururam və soyuq yerdə yarım saatlıq mayalanmağa qoyuram. 40 qramdan kündələr tuturam. İlk kündədən başlayaraq bütün kündələri yumru formada yayıram. Bütün bu proses ərzində xəmirin üzərini salfan paketlə örtürük ki, kündələrə hava keçməsin. İlk yaydığım kündəni götürürəm, kənarına suvururam, içinə dolu 3 çay qaşığı yarım içlik qoyuram. Ağzını bağlayıram. Kənarlarını 4-5 yerdən iynələyirəm və bükürəm. İlk içlik qoyduğum kündədən başlayaraq şəkər buraların üzərinə naxış salıram. Naxışlar tam quruduqdan sonra yenidən kənarlarını iynələyirəm və soba listinə 140 dərəcədə əvvəlcədən isidilmiş sobanın ən alt gözündə şəkər buralarının alt hissəsi qızarana qədər bişiririk. Təxminən 35-40 dəqiqə, bu da sobadan sobaya dəyişə bilir. Həmin günü şəkər buralara toxunmuruq, bir gün qalsın. Bir gündən sonra rəngi həm açılır, həm daha şəffaf olur.